Hı. Tamam yoldaşlar, aydındır. Deməli 20'ye kimi reportla yazan 0,2'dən hesablanacaq biri. Reportsuz yazan 0,1'dən hesablanacaq. Plus ondan aşağı yazanda -2. Düzdürmü? Aydındır, okey. İndi siz mənə WhatsApp-dan atırsınız da yəqin ki. Atın WhatsApp-dan fayllarınızı. Yəni password ancaq password ola bilər və yaxud da sizin bir reportunuz ola bilər. Bunu atın. Mən bilmirəm sizin qrupda varam yoxsa yox. Sizin qrup hansıdır? Fevralda. Fevralsa siz. Fevral 25, okey. Və mən bura nöqtə attım uşaqlar. Zəhmət olmasa atın mənə buradan reportlarınızı. Nöqtəm cavab çıxmış. İnterneti dəyişək. Bəli. Mən deyici boşluğa işləmirəm. 5 işləyəcək. 5 dəqiqə boş oldu. Mən nöqtə atmayın uşaqlar. Mənə reportunuzu atın. Mənə nöqtə atın. Ha, okey olar. Tamam, tamam. Onu da problem yok aslında. Tamam arkadaşlar. Buna en son baxaq deyə şey deyirəm, fikirləşirəm. Aleykümselam. Hə yoldaşlar. İndi gəlin başlayaq. Kim 10 dənə aşağı işləyib? Bə- Yenidən alsın. Bizə dəqiqə. Necə işitmədim? Yenidən alsın. Sən hoşum. Yox, ehtiyac yoxdur tabii ki. Hə yoldaşlar. Sən sağ ol. Kim ondan aşağı işləyib əlini qaldırsın? Bir nəfər. Niyə? Benim kimler? Hı? Derslara yeni bak. Tamam. Adı nədir? Soktum. Coşqun. Deməli 2 dənə. Nə qədər işləmisən? Heç işləməmisən. Heç işləməmisən. Okey. Yaxşı. 10 dənə işləyib reportunu yazan varmı? O da yoxdur. Bir nəfər var onlaynda. Neçə dənə işləmisən? 13 tane işlemişim. Tahtımda yazdım. Okey. Yaxşı, kim 20 dənə işləyib? 20 dənə işləyib və reportunu yazıb. Ben 10 işlemişim. Yaxşı. Kim 20 dənə işləyib reportunu yazıb? 1, 2, 3, 4 nəfər. Onlaynla da bir nəfərdir yəqin ki, Emin. Düzdür Emin? Tamam, yaxşı. Yaxşı, bəs kim 20-dən artıq işləyib? Heç kim. Tamam, yaxşı. Yəni mən bir-bir işləyəcəm və random olaraq heç kimin burada reportunu yoxlamıram, amma random olaraq ötürəcəm ki, hə, burada nə etmək olar və belə-belə bir yerdə işləyəcəyik, tamam mı? Həm sizə təkrar olacaq, həm də bir növ sizin görüm harda ilişmisiniz və yaxud da harda çətinliyiniz olur və yaxud da harda copy paste edib keçmisiniz, onu öyrənəcəyik burada. Başlamaq üçün mənə lazımdır Linux. Linux'um açıqdır. Linux'um açım. Okey. İndi mənə bir dənə yeni terminal açım. Okey. Qoşulmaq üçün biz gedirik Over the White saytına. Over the White yoxsa over the belə bir şey olmalıdır. Aha. Okey yoldaşlar. Over the White. Burada yazım. Ha, bir də burada var bandit. Ha, başlayırıq level 0-dan. Burada məsələ aydındır. Hər dəfə levellər artıqca çətinliyi də bir növ artır. Düzdürmü? Yaxşı, burada başlayırıq. Bizə nə deyir? Deyir ki, qoşulursan bizə dəqiqə. Bilirəm, okey, onu bilirəm. Prosta burada məndə bir yerdə bandit 0 eləməliyəm. Okey. Qoşuluruq bu domain adresinə və domain adresinin SSH portunun
22-20 portuna, SSH protokolunun 22-20 portuna. Gəlirik SSH-a qoşulmaq üçün zaten bəllidir. SSH, daha sonra yazırıq bandit 0 add. Burada var, məndə köhnədən qalıb. Deməli, düzdürmü hər şey? Okey, düzdür. Enter vurdum. Passwordumuzda desəm bandit 0-dır, düzdürmü? Bandit 0 vurdum. Okey, girən kimi bizə password verirmi? Bu niyə belə balacalaşıb? Bir dəqiqə uşaqlar. Gəlin belə eləyim. Okey. Elə eləyirəm. Readme var burada. Qət eləyirəm. Buradan passwordu götürürəm. Bu hələ ki sadə ilə başlayır deyə çox da belə danışmaq istəmirəm. Exit eləyirəm. Yenidən. Bandit 1 və passwordu yapışdırıram. Yaxşı. Elə eləyirəm. Burada bir şey var. Tamam mı? Mən bunu qət eləsəm nə olacaq? Sen yeni bir çiş. Error verəcək. Səhvdir. Başqa nə ola bilər? Tapmayacaq. Səhvdir. Bəli. Biz normalda option olaraq tire ilə verdiyimiz üçün gözləyirik ki, qətdən sonra bir option verək. Tamam mı? Və bu cür bir boşluq gözləyir, hələ gözləyir ki, bizdən optionu verək. Düzdürmü? Yaxşı, necə eləyə bilərik bunu oxuyaq? Nöqtə slashla, bəli, oxuya bilərik. Cat yazılıb ki, görürük. Nöqtə slash tire vururuq və bunu oxuyuruq. Exit bandit 2 password yapışdırıram. Aha, indi isə həm tire var burada, həm də arasında boşluqlar var. Yaxşı, bəs bunu necə oxuya bilərəm? Desin mənə o arxadakı yoldaş. Bəli. Adın nədir sənin? Atilla, buyur. Bizə də görün, mən bunu necə oxuya bilərəm? Bunların içinde arkadaşlar Dırnağın içində. 2 dırnaq, 2 tək dırnaq. Tamam. Götürdüm bunu. Yapışdırdım dırnağın içine. Bu cür yoxsa nöqtə slashdan? Şeyin qabağından mı? Dırnağın qabağından mı yoxsa içindən? Tamam. Nöqtə slash oxudu, düzdür. Çıxartdım bunu. Keçdi 3-ə. Password yapışdırdıq. ls inhar deyə bir nə var? Qovluq var. cd inhar edirəm. ls heç nə çıxmadı. ls trail verdim. Buradan səndən gizli deyə bir şey görürəm. Cat bu da növbəti mərhələnin passwordu. Exit bandit 4 aha. ls eləyirəm yenə inhar var. cd ls burada artıq nə var? Bir neçə qovluq var. Onların içində də yəqin ki fayllar var. Bizə də lazımdır düzgün qovluğu tapıb onun içindəki faylı oxumaq. Yaxşı. Şimdi indi mən burada normalda girib bir-bir də baxa bilərəm. Düzdürmü? Amma bu nədir? Vaxt itkisidir və bizim üçün time management tərəfdən zərərlidir. Yaxşı. De görün mənə. Necə edeyim ki bunu tapa bilərəm? fail var. Yaxşı, yazdım fayl. Sonra. Nöqtə slash. Aha. Ulduz. Bu nə edir? O içinden gizli olan aktarıyor. Səhvdir. Yerdən danışmayın. Telefonla oynamayın. Mənə baxın. Yaxşı. Sən desəm mənim ki bilməyəcəksən. Neyse. Səndən soruşsam mənim ki bilməyəcəksən. Tamam. Sən də. Ne olur biz görelim. Bilmirəm. Asılmışam. Hə. Orada ilerliyorum. Necə başa düşmədim? Space var. Ha, space deyil bu. Yok çift Ha. fakir ol. Aha. Aha. Onun sonra kavramlar nöqtə slash. Dırnağına koyacağım. Okey, yaxşı. Sən uzun yolda getmisən. De. Ama onu lazım find edelim. Çünkü fayda var. Aha. Bunlar digərlərinin içində fayl yoxdur, ha? Find. Find. Aha. Nöqtə. Find. Type. Yox, type. F verirəm. Type səhv yazmışam. Verdim. Belə bir şey verdim mənə. Beraber. Nə var? Ha. Ekrana bax səncə. Mənə bax, aha. Aha. Sən də uzun yolda getmisən, bəyənmədim. Yaxşı, sən də. Yox. File, aha, de. Komanda bu de.
ve slash. Onu bildi zaten. Yani o şey faillerin aslında yani ne faydalar gösterir. Ya bir de şey sağlar. Her ne var. Sizə tekst olan fayllar göstərir. Dəqiq. De. Hamısının formatını göstərsək, biz ora seks görəcəyik. Bəli yoldaşlar, bütün qovluqların daxilindəki faylların formatını göstərəcək və biz başa düşəcəyik ki, bu faylda, blok qovluq deyil, faylmış. Bu faylda nə var? Tekst var. Tamam mı? Ona görə də rahatlıqla, yəni bundan qabaqçılar nəymiş? Uzun yolmuş. Bu daha qısa yoldur və daha belə life hack də deyirlər də buna. Cat, nə deyim buna? File. Yaxşı, indi burada deyir ki, yenə də tre ilə başlayır bu. Yenə də nöqtə slash file 07-də düzdürmü? File, Sen yaz. bəli, səhv yazdım. Nöqtə slash, aha, file, bəli, tre file neçədir? 07-dir. Enter, password'u götürdüm. Çıxdım, exit. Yenidən gəldim, buraya yazdım ki, bandit 5. ls, cd, ls, aha. Yaxşı, indi mənə desin görüm. Desin görüm, anda sənin Sunay buyur. Nə edə bilərəm burada? Bəli. Faydan axtarmısan, düzdürmü? Hə, hətta hə, düz deyirsən. Burada bir, Verin. ha? İpucular verin sen. Bəli, burada ipucu verir 5-dən. Yenə buyur. Burada 5-dən 6-dan. Aha, burada deyir ki bizə human readable olsun, yəni insan tərəfindən oxuna bilən bir şey olsun. 1033 byte size, yəni ölçüsü olsun və runlanmayan olsun. Not execute. Düzdürmü? Gəlib deyirəm ki, nə deyirəm? Find, bunu mənə desin. Yaxşı, Sunay de. Boşluq size. Aha. 1033 mənim 1033 aha. Sonra Bunu enter elədim. Tapdımı tapdı. Amma yaxşı, oradakı şərti birə-bir icra ola bilər ki, indi burada bir dənə bəli. İlgili söyleyeyim. Bir de tarif yapalım. Aynen. Tarif olur. Yani inkar eden. Tamam. Okey. Oxuyuram bunu. Cat. Bunu götürürəm. Password götürürəm. Exit. ls. ls-3. li. Nə var burada uşaqlar? 5 ersi var, 5 logout var, profil var. Yaxşı. 6-cının görüm şey şərti nədir? 6-cının. Baxın bir dənə. Grubu bağlı. Deyir ki, bu faylın sahibi bandit 7-dir, qrupu bandit 6-dır və 33 byte size var. Tamam mı? De. Find slash type f type f size 33 c aha user bandit 7 group bandit 6. Evet, işaret içine değil, buna yöneldim. Hiç çok görmüşüm ben. Vurdum. Getdi tapdı passwordu. Aferin. Götürdüm. Dedim ki exit keçirik bandit 7. Bandit 6. Password neydi bandit 6'nın? Buradadır. Cat. Philosophy. Exit. Tamam, indi bandit
Getiririk. Aha. Else elədim. Data text var. Tamam mı? Cat data text elədim. Bir çox password yəqin çıxardır burada. Mən gedirəm sayta, görüm mənə nə ipucu verib. Deməli, neçədən 7-dən 8 keçir, düzdürmü? Deyir ki, mənə ISO. The password next level stored in file data text next over. Deyir ki, növbəti mərhələyə keçmək üçün password milyon sözünün qarşısında. Düzdürmü? Tamam. Görək onlaynla kim var? Kim əlini qaldırır? Yaxşı, desin mənə Elşən. Necə həll edərəm bunu Elşən? Burada Faylın üstünde bir sözün yanındaki kod belirtir. Orada da sözü yazır. Bir Aha. basıyor. Sözün içinde hemen sözü yazır. Sonra da data txt yazılır. Grep dırnağın içində. Bəli, o söz yazılır. Düz yazdım mı? Yəqin düz yazdım. Aha. Sonra Sonra da data txt. sonra data.txt. Düzdürmü? Bəli, bəli. Getdi tapdı. Götürdüm, text elədim. Keçdim neçəyə? 8-ə. Aha, ls cat data text yəni nəsə çox bir şey var. Burada desən Unix seçmək lazımdır. Evet. Okay. Baxaq görək bizə nə şərt verib. Yox, 8-dən 9-a. Okay. Biz buradan istifadə etməliyik sort və uniquedən. Belə bir sizə ipucu verim. Yaxşı, bu mənə desin axırdakı yoldaş. Bəli. Burada var bir sorma oluyor. Bu saat seçtiği sekmeler değil. Ondan sonra burada text'i Sort data text'i pipe, aha, sonra da unique u. O da shift kapatmasını diyebilir. unique u. Düz verdim mi? Düz verdim. Şu. Olar. Bəli. Exit. Yox, bir dəqiqə. Bandit neçə keçirik? 9-a keçirik. 12-də yaşayan çox olub. Tamam, çatdıq. Asan yolu göstərəcəm sizə. ls cat data text'i. Yaxşı, bu oxuna bilməyən bir fayldır. Mənə desin, onlaynla biraz danışaq. Mənə desin, Emin Paşayev, mən bunu necə oxuya bilərəm? Burada nəsə data çıxarda bilərəm. Hansı komandada o? Bu 9-cudur, amma fərqi yoxdur desəniz olmalı. Bax, kət elədim, bu çıxdı. Neyə bilərəm burada? Kət eləmişəm, belə bir şey çıxıb. Mən tərəfindən oxuna bilən bir şey deyil. Neyə bilərəm buna? Emin? Bilmirsən. Tamam. Yaxşı, desin mənə sahib Əsəd. Hə, o çıxara bilmir. Yaxşı. Laçın Qurbanov desin. Ben burada splash müzik uçsam bir demem. Burada splaştığımız bir metin müzedir. Yox, bu o deyil, o 12-dir. Bu başqadır. Ha. Ha. Bax, heç bu şeyə qatmayın ha uşaqlar. Bandit deyil. Heç elə fikirləşin ki, bandit deyil. Bax, qət eləmişəm, bu çıxır. Strings'ten unique'den spot. Strings nə edir ki? Strings alfa sırasından sürü Unix'i oradan tek ifadeler yapıyor. Sən yenə də bandit deyirsən, onu da səhv deyirsən. O bundan əvvəlki idi. Bu, bax qət elədim, bax, Laçın. Qət elədim, bu çıxır. Yaxşı, nə etməliyəm indi mən burada? Bu mən tərəfdən oxuna bilən bir şey deyil. Dekod edebiliriz. Dekod eləyə bilərik. Yoxsa başqa şey eləyə bilərik. Sən de. Reset eləyirəm. Kimdir bu? String'de Kimdir o? Kimdir deyən? Emindir. Reset. Tacnur buyur. Sən nə deyirsən? Reset. Başa düşmürəm elə Tacnur. Reset. Reset eləməliyəm. Nəyə reset eləməliyəm? Şriftlər
Okey. Emin düz deyir uşaqlar. Bunu biz strings eləməliyik. Niyə? Çünki strings Tamam. buradakı bu sual işarələri olan bütün şeyləri siləcək. Bizə yalnız normal tekstləri çıxardacaq. Tamam mı? Gəl deyirəm ki, strings data.txt. Nəyə çıxartdı? Belə bir şey çıxartdı. Biraz yuxarı qalxanda görürük ki, zaten orada da səhv eləmişik, şərt verməlidir ki, orada bərabərlərin qabağında olacaq. Şimdi bunu götürdüm. Ehtiyac olmadı. Götürdüm, gəldim bu bir tərəfə. Bura nə gəldim ki? Hə, bura gəlmək qılacaq. Exit elədim. Dedim ki, bandit 10. Bandit 10'da nədir bəs? ls data text var. Cat data text deyirəm. Belə bir şey çıxır qarşıma. Necə deyim? Value çıxır qarşıma. Yaxşı. Mən buradan bəzi ipucular var ki, mən başa düşürəm ki, bu nədir? Siz hansı ipucudan başa düşürsünüz ki, bu nədir? Bərabərlərdən bəli, tutmaq olur ki, bu base 64-dür. Bəzən base 64-dən enkod olunan value'lar sonunda 1 və ya 2 dənə base 64, daha doğrusu bərabər işarəsi olur. Tamam mı? Yaxşı, mən bunu base 64-dən normal tekstə çevirmək üçün nə etməliyəm? Mənə desin, telefonu yığışdır. Sunay. Zəhmət olmasa da görün. Aha. Base 64, boşluq, tre. D nə deməkdir burada? Default deməkdir, bəli. Götürdüm bunu. Belə də verə bilərəm. Görün, belə eləmir, yox. Hatta da text edeyim. Belə niyə eləmədi ki? Base 64 3D data.txt verdik. Aysa buna çıxartdım. Tamam. Exit edirəm. Keçir 11'ə. 11. Password yapışdırıram. Okey, buyur Elşan. Elşan, nəsə sözün varsa de. Aha, bunu izah edə bilərəm. Elə. Burada gizlədilmiş mətn belə çevirsə, Aha. onda CyberChef aləti var. Saytına girdim. Rohon şey verib orada. İpucu verib. Tamam. Taskın ölçülər. Tamam. Vay yoldaşlar, sonra CyberChef'də çevirirəm. Əsl kod çıxır. Okey. Vay yoldaşlar, burada gördüğünüz ROT13 diye bir şifreleme var. Tamam mı? Ümumiyyətlə şifreleme dersi diye bir ders keçəcəyiz qarşıda. Orada encoding, hash dəyərləri, həmçinin bu cür şifreleme, asimetrik, simmetrik şifreleme görəcəksiniz. Amma ilk öncə bir qısa bir məlumat verim ki, burada ROT13 nədir? Şifrələnmə bir çox şifrələnmə metodları var, amma ROT13 onların ən sadəsidir. Buna Sezar şifrələnməsi də deyirlər. Biz gəlib burada yazsaq elə ROT13. Vurdum, ROT13.com var. Tamam mı? Burada sən gəlib seçirsən, ROT-un nədir? Bu nədir? Birinci məntiqini izah edeyim. Tamam mı? Bax məsələn. Orada qeyddən keçmiş olmaq. Bax məsələn, mənim adım Zaurt, düzdürmü? Eğer rot 13'tüsə, 13'e gəlmişsə burada, 13 hərf sonraki hərf seçib bu. Tamam mı? Z-dan sonraki 13-cü hərf hansıdır? Məsəl üçün P-dır məsələn. A-dan sonraki 13-cü hərf hansıdır? Məsəl üçün C-dir. Belə sənin stringin dəyişir. Tamam mı? Zaurdan evrilir orduna P-C-A-Z məsələn. Tamam mı? Və bu adlanır rot 13. Hə, burada ola bilər, həmişə 13 olmasın. Tamam mı? CyberChef Elçənin dediyi kimi belə şeyləri avtomatik şəkildə mən stringi götürdümmü? Götürmədim. Bax, bu cür qarşı mətnləri əgər bilmirsə ki, bu nədir, CyberChef ata bilərsiniz. Bəzən tapa bilir bunu nədir. Mən də tapmadım. Ha, rot-13 seçmək. Zaten bunu mən şey üçün, yox, bilirəm. Bunu sadəcə göstərdim ki, bəzən seçməyə ehtiyac olmur. CyberChef özü algılayır ki, bu nədir və onu burada output kimi, burada bir DNA işarəsi olur. Hansı ki, 12-ci leveldə bunu göstərəcəm sizə. Tamam mı? Və yaxud da ROT13 saytından da girib bunu atırsınız bura və buradan password
Normal şəkildə çıxır. Əgər rot 13-cü deyilsə bu, demək ki 15 sənə 16 burada seçirsiniz eləyirsiniz. Bu ən sadə, ən primitiv şifrələmə növüdür. Tamam mı? Ən sadə. İndi bundan daha təkmil, daha necə daha belə hesablanması çox çətin olan şifrələmə növləri var. Bu sizə bəsit gələ bilər, düzdür, amma daha belə çətin şifrələmə növləri var. Nəysə, bunun passwordunu götürdük buradan. Gəlirəm. 12-yə gəldik. Deməli, exit bandit 12 passwordu yapışdırılır. ls data text var uşaqlar. Cat data text deyirəm. Belə bir dəyər qarşıma çıxardır. Bu nədir ki, Məryər? Hexadesimal bir növ dəyərlərdir və mən bunun faylına type-ına baxmaq istəyəndə file data text deyəndə görürəm ki, bu eski textdir. Prosta bu elə bir ki, sizə deyim, belə deyim də, dəfələrlə ziplənmiş, zip mən Lordu da deyirəm, bir dənə zip çünki. Orada tar şifrələməsi var, orada nə bilim cürbəcür şifrələmələr var, binary şifrələməsi var. Cürbəcür şifrələmələrdən keçir və sonunda data text edirlər. Tamam mı? Mən götürürəm bunu. Və bunu siz normalda eləməlisiniz. Dəfələrlə data textini zipdən və yaxud da sıxışdırılmış hər nədirsə, tarsa, nə bilim, binarysə ondan çıxartmalısınız. Tamam mı? Mən götürürəm, mənim üçün daha doğrusu bunun üçün mənə lazımdır bir dənə səhv götürdüm. Mənə lazımdır bir dənə CyberChef və bax ki, benim dəyənə gəldi. Sizə göstərdim, bayaq adını çəkdiyim dəyənə gəldi. Bir də mənə lazımdır kitabxana faylının adı, proqramın adı nə idi? Unutdum onun adını. Ha? Zipdən çıxartmaq üçün. Ha, WinRAR. Bəli, WinRAR lazımdır. Açdıq WinRAR-ı. WinRAR-ı açmazdan əvvəl uşaqlar. Output-u bir dənə belə dəyənə edirəm. Daha sonra bunu deyirəm ki, mənə yüklə. Bax, görürsünüz gzip. Yəni gzip kimi bunu zipləyir. OK deyirəm. Hara yüklədi bunu? Download-a yüklədi yəqin ki. Download. OK, buradadır. Bunu götürdüm. Gəldim, buraxdım. Tamam mı? Dedim sağ klik. Open with WinRAR. İndi məndə avtomatik WinRAR-ı algılayıb, amma sizdə algılamaya da bilər. Hər dəfə sağ klik view file edirsən. Bu da sizin passwordunuz. Tamam. Götürürsən passwordu. Deyirsən ki, exit bandit 13. Bu qədər sadə. 13. Bunu da yapışdırdın. ls. OK. Burada nə var uşaqlar? SSH key var. Nədir SSH key? Mənə desin. Yaxşı. Sən de. Bəli. SSH əslində giriş eləməkdir, burada şifrə yox, yəni SSH sorusu var. Yəni ki, yəni olmalıdır. Yəni private olaraq, public olaraq, yəni doğlamanın tərkənləyən asar geçirir. Tamam. Sonra bu bir ID RSA-dir. Tamam mı? Bayaq adını çəkdiyim şifrələmələrdən bir növü də IS şifrələməsi, bu RSA şifrələməsi bununla şifrələyir. Tamam mı? Götürürəm bunu. Deyirəm ki, exit nano SSH altdan xətt ID RSA. Yapışdıram bunu bura. Ctrl Enter. Bəli, chmod plus yoxsul desən, o bir ifadə yazsan start etsək, desin yox öyle. başa düşmədim. Yəni namı əsas eləyək. Ay, bakma bilirsin. Aha. Burada nə deyirəm uşaqlar?
Bunu belə işləsəm işləməyəcək. Niyə? Çünki bu hal-hazırda çox icazəsi var deyə SSH avtomatik başa düşür ki, bunun icazəsi çoxdur və bu private şey deyil. Tamam mı? Gəlib deyirəm ki, chmod 600 də verə bilərsiniz, 400 də verə bilərsiniz. SSH ID desək. Yaxşı, qoşulmağı necə qoşularam? Tray, SSH ID desək. Bir də hansı ki, bayaq kimi nə idi onun adı? Gözlü uşaqlar bunu götürüm bir dənə. Bundan istifadə edək. Birinci TRP 22-20. Burada hər şey okeydir, düzdürmü? Neçəyə keçirik? 14-ə keçirik, yoxsa 13-ə? 14-ə keçirik. Necə? Bunu yaxşı başa düşmədin. İzah edeyim sənə. Bay yoldaşlar. SSH-ın 2 dənə doğrulama metodu var. Biri bildiyimiz passwordlardır. Hansı ki, normal username yazdıq və password ardını yazıb SSH-da özümüzü doğruladıq. Identifikasiya oldu. Biri də ID RSA şeylərdir. Bu ID RSA şeyi elə bil ki, sənin passwordun olmadan da, yəni sən passwordu bilmədən də bu şey səndə varsa, bunu password kimi istifadə edib özünü identifikasiya edə bilərsən. Tamam mı? Və bu yerləşir sizin home directory'ində .ssh papkasının içində ID reset nəsə belə bir şeydir. Tamam mı? Bu çox sekretli bir şey olduğu üçün, yəni bunu məsələn atıram, siz hər hansısa bir web boşluq açdırırsınız saytın web tətbiqindən və içəridən hər hansısa bir user'ın ID SSH-ni oxusaz, o user kimi identifikasiya edə bilərsiniz. Sırf SSH-da. Tamam mı? Bu ola bilər ki, burada passwordu zahurdur, amma normalda məsələn atıram, login olanda passwordu başqa şeydir. Bu sadəcə SSH üçün keçərlidir. Tamam mı? Aydındır? Başa düşdün indi? Bəli. Tamam. Onu niyə mod edirik? CH-mod edirik bunu. Onu da ona görə deyirik ki, bunun əgər icazəsi 777 olsa, bax, necə sənə onu göstərir. Bax, məsəl üçün, bunun icazəsi 777 deyək. Olsa, mən bu şeyi işlədəndə, komandla işlədəndə, bu mənə deyəcək ki, bax, bad permissions. Yəni, o başa düşür ki, bu faylın icazəsi limitli olmalıdır. Hamı tərəfindən oxuna bilən olmamalıdır. Tamam mı? Ona görə mən gəlib bunu şeyini dəyişirəm. İcazəsini dəyişirəm. Deyirəm ki, 600 və ya da 400. Vurdum, indi olmaz inşallah. Aha, 14-ə daxil oldu. Elə çevirəm. Bir sorun. Olar. Şey konuları. Bu sızma testi şey. Bəli. Sızma testi zaman diyecektim. Onu hardan əldə edəcəyim? Uşaqlar, bu səs kimdən gəlsə səsi bağlasın. Olar bir dənə sual verir. Buyur. Tacun, sənin səsin gəlmir, demək olar ki. Sənin səsindən çox ətraf mühitin səsi gəlir. İndi gəlib. Yenə də zəif gəlir. Yaza bilərsən, oxuyaram buradan, problem deyil. Hə, yoldaşlar. Deməli, harada qalmışdım? Nəsə izah edirdim mən. Hə, əsas şey hardan tapırıq? Onu sual verin mən. Bax, məsəl üçün, mən web tətbiqdən bir dənə LFI deyə bir hücum var, məsələn. Oradan girdim, bəli, oxuyacam, nə atam. Parol istəyir. Parol istəməyin səbəbi, məndə istəmədi. Nə səhv eləmişsən, yəqin ona görə. Bax, mən gəldim burada. Ola bilər icazəni düzgün verməmişsən. Bax, gəlirsən bu cür. chmod 600 SSH indi sənin faylın adınca onu verirsən, normal daxil ola bilirsən, problem deyil. Və yaxud da ola bilər ki, sən bunu kopyalanında düzgün kopyalamamısan. Hər hansısa bir hissəsi orada qalıb, ona görə sənə şey verir. Ola bilər. Hə, yoldaşlar, SSH şeyi hardan tapa bilərik? Bəzi web hücumlar var, oradan tapa bilərik SSH şeyi. Bəzən FTP kimi serverlərdən. FTP bilirsiniz nədir? FTP kimi. Bəli, FTP kimi serverlərdən
indi lablarda qoyurlar, amma real həyatda təbii ki, tapa bilmərsiniz. Hər hansısa bir servisdən içəri girdiniz, hə, privilege escalation bilirsiniz nədir? Səlahiyyət artırma. Keçmisiniz dərslərin? Yox, amma deyil. Okey, keçəcəksiniz qarşıdakı 200 dərsdən sonra. Hə, orada nətərdir vəziyyət? Sən atıram, mən daxil olmuşam useram, tamam mı? Low səviyyə useram. Daxil olmuşam, içəridə kəşfiyyat aparıram, limpixlərlə, digər toollarla və yaxud da özüm manual axtarıram. Kimin isə SSH keyini tapıram, ona privilege escalation edirəm. Tamam mı? Yəni bu ancaq çöldən tapacaqsan mənasına gəlmir. İçəridən tapa bilərsən. Necə ki biz indi içəridən tapdıq. Tamam mı? Aydındır? Okey. İndi qoşuldu 14-ə. 14-dən də uşaqlar. Burada heç nə yoxdur. cd.ssh ls cat authorized checks. Okey. İndi də belə bir şey verib mənə. Kim izah edə bilər bu nədir? Hanı 20-yə qədər işləyənlər? 15-ə qədər işləyənlər? Kim idi 20-yə qədər işləyənlər? 14-dən 15-ə. Ola bilər. Aha. Başqa 15-ə kim işləyənlər? 20-yə kim işləyənlər? Necə kim işləmişdin? Yaxşı eləmişdin. Burada sual başqadır. Bu nədir? Ban.sh qovluğuna girdim və buradan authorized şeyi oxudum. Bu videoya girmək üçün əsas versəyim. Oxşuyur mu bayaqki? ID LS-yə oxşamır. Nədir bu? Bu. Deyə bilərsənmi? Ne bu? Authorized case. Token deyil əslində, yox. .sh faylında SSH key'in yoldaşlar private növüdür. Bayaq gördüyümüz public növüdür. Tamam, hansı yox. Begin. Bəli. Necə? Bəli, bu private'dır. Bayaq gördüyümüz public. Hansı ki, begin'dən başlayır, orada uzun bir şey olur. Bu isə private'dır. Bunun şifrələməsi biraz başqa cür işləyir. Tamam mı? Bəli. Götürmədim, bilirəm. Əlimdə register etdim. Buradan biz şərt verir bizə. Şərtdə göstərir ki, bizə dəqiqə, nəsə 14-dən 15 keçirəm. Şərtdə göstərir ki, 30.000 portunda localhost'un 14-dən 15 keçirəm. Necə açsın? Demək yoldaşlar, burada göstərir ki, 30.000 localhost'un 30.000 portunda nə var? Bir dənə sistem işləyir və biz ora köhnə passwordumuzu təqdim eləməklə yeni bir password ala bilirik. Düzdürmü? Okey. Gəlib yazıram ki, bura necə göndərə bilərəm? Kim işləmişdi? Sən copy paste elədin 13-dən sonra. Nəylə? Echo ilə. Əsas istəmirsə elə bilərik. SSL istəmirəm mən biləm. Tamam baxım. Amma Netcat əmr şeydir. Yəni Netcat-lə göndərək. Bəli. Necə edirik indi? Komandanı deyin görüm. Local host. Aha. Direkt 30.000 yoxsa Yox, olsun. 30.000 tire 30.000. Aha. Enter. Все, enter. Buraya Okey. İndi mən köhnə passwordu buraya yazmalıyam. Vuram. Aha. Bir dəqiqə uşaqlar. Onların passwordu. Götürdüm. Götürmədim. Orada şey verir də, private key verir, silməsi orada etkisi də olur. Bir dəqiqə uşaqlar. Başım qarışdı. Mən indi neçə götürməliydim passwordu? Onda indiki olduğu yerdən. LS. Password qovluğu var burada. Etkisi də var böyle. CD, etc, ls, CD. Qovluq yox, papka şeydir, fayldır. CD, pass, bandit, Böyle. bandit pass, Böyle şey. ls. Aslında o fayla tapmışsınız yəqin ki. Böyle. Fayla tapmışsınız.
Bildim. Bildim buradan. Onu başa düşürəm. Ödesin diyor. Bunu siz necə tapmısınız? Deyil. Ha, okey. Bandit testlədir. Bankadır. CD. Böyle Ban- şeydi, file. Cat. Bandit. 14. Ha, bu password. İndi 14-ün passwordu. Düzdürmü? Yaxşı. Deyirəm ki, yaxşı. Netcat local host 30.000. Yapışdırdıq. Bir dənə də yapışdıraq. Aha, təzə passwordumuzu götürdük. Exit. Bu da neçəndir? 15'in passwordu. Exit. Aha. Bununla gəlirik 15 eləyirik. Okey. LS. Şərt oxuyalım. Bu dəfə də desən 30.000 bir də. Helal olsun diyor ama asıl oynuyorum nesi. Bir dənə oxuyum uşaqlar. Neçədir? 15-dən 16-ya, düzdürmü? Nə deyir bizə? Okey, burada da 30.000 birdir. Prosta SSL TLS şifrəliyinə görə sənin netcat bağlantın uğursuz olacaq, tamam mı? Yaxşı. SSL TLS nədir bilirsinizmi? Seçilibmişsə sertifikatı düzdür, sertifikatdır. Hansı ki, sizin bütün gedən datanı orta şifrəli HTTPS, HSTS kimi protokollarda bunu dəstəkləyir. Tamam mı? Yaxşı, gəlib deyirəm ki, bu dəfə OpenSSL. Aha, sonra altdan xətt. Bir dəqiqə. OpenSSL siyahdan xətt client-idir. Altdan xətt client. Aha. Nə? Connect. Localhost. Deməli, 2.30.000 30.001. Düzdürmü? OpenSSL S client connect localhost 30.001. Enter vuram. Bizdən nə tələb edir? Evet. Bu da köhnə password tələb edir, düzdürmü? O da arası var, etraflarında var. Express. Olar, o da olar. Exit edirəm. Elə şey yox, elə şey burada deyil. Girib çıxmaqdan başım şişdi. 16. Gedək bir dənə ona da baxaq. Burada deyirsən randomdur, səhv eləmirəmsə, ha? 16-dan 17-yə, düzdürmü? Ay saat. 31.000-dən 32.000 arasıdır. Burada da istifadə edəcəyimiz şey mmap deyə bir tool çıxır. Mmap nədir? Mmap bir necə deyim, hostun açıq portlarını, onun versiyasını və yaxud orada hansı protokol, orada hansı servis işləyirsə onu bizə çıxardır. Buyur. Müəllim, burada bu bəyan verdiyiniz komanda da 2 nöqtə arasında dırnaqsında sayılır işləyir. Hansı? OpenSSL client localhost 3001. Ya işləmədi deyəsən mən bilən. Sən yapışmısan ekrandan. Ha. Hansını deyirsən? Bunu deyirsiz. Bəli. O da olar, ha. O da var. Dırnaq istəyəsən mən də işləyəcəkdim. İşdədirsə götürdüm də mən onu. Ha, götürmüsən oldu. Bunu demirsiniz. Bəli. Aşağıda mən götürmədim ki. Götürdüm də buradadır. Ha, oldu. Okey. İndi harda qalmışdıq? Hə, mmap'də qalmışdıq. Mmap'i vuracağıq primary local hostumuza. Local host TRP nə iş görür? Portlar. Yəni mən burada port aralığı verəcəm. 31.000-dən 31.000-dən 32.000-ə qədər. Düzdürmü? Yazacağım burada 31.000 yox, 31.000 32.000. Aslında orada şey ismi ile sultanı gösterildi. Tamam, okey. Hər birinci belə elə görə nə işdir burada? Okey. Görək ki, burada həmin port aralığında, o 1000 port aralığında
5 dənə yoxsa 5 dənə hə, nəsə işləyir, servis işləyir. Yaxşı, biz bunları necə bilərik? Düzdür, bunun öz dərsləri var yenə də. Prosta bir ipucu verim sizə. Gəl deyirik ki, TSP. Bu artıq hansı servisdə işlədiyini Yani deməkdir. gösterge olacağız. Ola bilər. O bir dənə belə çıxartsın. Ha, hoşum. Çıxartmış. Niyə çıxartmıyor görsən? Gösterge. Səhv eləmirəmsə bunda olmalıdır. Böyle. Yani o da gösterge olacağız. Olabilir. TV nədir? Verboz da. Yok gösterge. Hoşum 13'dən sonra kopya istəyirsən. Hə? Bunları çekmemişler. Bunlar. Kim keçib ki buradaları? Araştırıp alıp. Ona görə də. Başqa var idi 20-yə kim işləyən burada? Hə. Başqa yox idi, hə? Tamam. Kazanmasını süreçlerinde bunları çekiyoruz. Ona göre kazanmamız. Ondan geçtikten sonrası başa düşüyor. Nə oldu ya buna? Siz benim Ya bilirəm portal sistemi, prosta mən sizə göstərmək istəyirəm. Mənim üçün eləməyib onu, sizin üçün. 80% olur. Olar, buyur. Necə? 3. Ben. 26 olacaq. Aha. Burada çıxartdı bəzi portları və buradan görürük ki, ek olanlar yoldaşlar bizə öz yazdığımızı qaytaranlardır. Bu səbəb uşaqlar biraz yavaş olun orada. Eko hansıdırsa, burada eko birisi zaten sən yazdığında sənə qaytarır, çıxdısını verir. Və yaxud da sən onun çıxdısını harasa yönləndirə bilirsən, düzdürmü? İndi mən burada bunların hansına göndərsəm, mənə çıxdısını özümə qaytaracaq. Amma burada gördüyünüz kimi SSL anlamında bir şey var. Tamam mı? Bu nədir artıq? Bu gördüyünüz kimi SSL bizdən tələb olunan portdur. Gəl bura nə yazıram indi? Open SSL. Open SSL. Daha sonra altdan xətt client connect. Daha sonra local host və port yazıram. Port neçədir? 31 790 port. Vurdum. İndi məndən yenə nə tələb edir? Köhnə passworddan. Bəli. Baxaq görək yarayırmı? Enter. Update deyir. Ama ekran değiştiriyor. Enkətlə göndərmişsən. Böyle bir şey. Yok, değil. Tamam, yoxlayaq. Enkət 2 SSL Local host. local host Local spilmek değil olsun. 31790. Nə oldu? Çatmaz. 31790. Aslında Prostor'a geldim. Ha, parola yazdım tamam. Ha, o birisinin şey çıxır. Verdi mi? Evet. Mənə SSH şey verib, ha? SSH ilə gələcəm yana. Tamam. Tamam. Gəl deyirəm ki, niyə gələm öz sistemimə? Bəli. Götürəməyim. Nano. Ne edirik? Yazırıq bura. Yenə də SSL. SSH daha doğrusu. ID yazıram bir dəfə ki, fərqli olsun. Hansı tire düşmədi? Başdakı. Bir dənə tire buraya yazırıq. Okeydirmi? Ctrl Enter Ctrl X. chmod 600 SSH ID.
Daha sonra da buradan exit edirəm artıq. Bura bizə lazım olacaq, bilmirsiniz? Lazım olmayacaq. Exit cavab deyirəm ki SSH ID bu da oldu 17. Vurdum. Daxil oldu. Köhnə password var, 17-nin passwordu var, ha? Tamam. Elə elədim. Aysa, burada password köhnə və təzə var. Burada da bir dənə komanda işimizə yarayacaq. O da div komandasıdır. Yaxşı, div komandası nə iş görür? Desin mənə. Kim işləmişdi 17-ni onlaynla? Onlaynla 17-ni kim işləyib? Laçın buyur. Div komandası nə iş görür? Old passwordu çıxarmaq üçün istifadə edəcəyik. Passwordu çıxarmaq üçün istifadə edəcəyik. Də div komandası nə iş görür? Div komandası köhnə passwordu çıxarmır. Köhnə passwordu. Yaxşı. İndi bax mən gəlib yazıram bura div. Bax, yazıram bura div. Enter vururam. Nə oldu? Div password yazmalıyıq. Yaxşı, yazıram. Div password .old .old. Aha. Password nöqtə nə? New. Məndə belə bir şey deyir. Bu komanda bizə bu çıxaracaq. Tamam. İndi burada password old nədir? Password new nədir və div nədir? Mən onu soruşuram. Köhnə passwordda yeni password yəqin ki olar. Aha. Div komandası da Tamam. Başqa kim işləyib 17 uşaqlar? Onlaynla. Onlaynla. Başqa kim 17-ni 20 işləyib? Heç kim. Okey. De. İki dənə faylda uşaqlar fərqlilər. Yəni köhnə password çıxardır. Aynen passwordumu update edir kimi söhbətlər boş şey. Yəni burada gördüyünüz password new və password old burada fayldılar. Tamam mı? Və mən div komandasıyla bu ikisini müqayisə edirəm. Ortaya ən fərqli şeyi çıxarıram. Tamam mı? Yazıram div password new və password old. Vurdum. Bu göstərir mənə. Bu köhnədir yəqin ki, bu da yenidir. Əksinə, birinci faylı şəkildə paylaşıram. Ha, doğrudan birinci fayl. Okey, bu yeni passworddur. Bu hansı passworddur? 18-in. 18-in passwordu. Bəli. Exit edirəm. Deyirəm ki, Ciləkdə 18-də imkan verir. Ha, deyil. Ha, okey. Uşaqlar, burada nədir uşaqlar? Söhbət nədir burada? Deyir ki, baş ersi faylı ilə qurulub ki, sənə hər dəfə çölə tullayır. Tamam mı? Sən girən kimi sağlatır çölə. Burada 2 dənə variantımız var. Hayır. Hayır, fark etmem ki, sırada çıkacaq. Bəli, gəl buraya yazıram ki, cat, nəyə verim cat? Readme. Vurdum. Password istəyirəm mən. Password nədir burada? Görüm. Bir dəqiqə, mən passwordu səhv götürdüm deyəsən. Passwordu götürürəm, okey. Bilmiyorum, şeysi. Dırnağın içində. Evet. Tamam. Xətsiz dırnaq nədir? Görək olacaq. Olmasa qoymaram. Pipe işarəsi. Kəti də dırnaq içində saxlayayım. Tamam. Bir dənə passwordu düzələm. Kontrola bir dəfə deyil. Bəli. Necə? Kontrola bir dəfə deyil, o görə. Okey. Password readme'nin kontentini bu şəkildə gətirdik. Cat readme'ni SSH-da bir komanda olaraq işlətdik. Bu getdi ilə qoşulduğumuz sistemdə readme-ni axtardı. Onu cat elədi, bizə gətirdi. Tamam mı? Yaxşı. Qaldı sonuncu deyəsən, ha? 19-da gelirik, yoxsa 18-də? Bir sürü yolu var. Necə? Sizin ikinci yolu var. Burada readme-ni oxumağa. Var. Şey rədd deyirsən, sən. Başına girmək istəyirəm. Aha.
19-un passwordunu götürmüşük. Aha, ls bandit 20 do diye bir şey var. Tamam. Twenty do. Yaxşı, nədir bu? Kim mənə deyər bu fayl nə faylıdır? Bu da heç nədən mən heç nədən baxmamışam. De. Bandık 20'nin 50 olması. Yox, bu nə fayldır? Mən onu soruşuram. Mən sənə labın əlini soruşmamışam. Bax, bu nə fayldır onu soruşuram. Kompres olmuş. Set UID faylıdır. Tamam, hardan bildin? Yox, mən bu dəqiqə bu faylı heç araşdırmamışam. Prosta üzünə baxaraq. Nasıl bu yazın? Rəngi qırmızı rəngli uşaqlar. Bu bilinir ki, suite fayldır. Tamam mı? Mən gəlib burada ls-3 ela eləsəm, bunun sahibini görürəm. Sahibi kimdir? Bandit 20-dir. Yaxşı, bu mənə suite icazəsi verilib deyə. Çünki mən kiməm? Bir dəqiqə deyən. Okey, hə. Mən bandit 19-am, düzdürmü? Həm bundan eyni qrupdayam, həm də ki, bu rootun suite faylıdır. Private escalation metodlarından biri budur uşaqlar. Rootun suite fayllarını tapırsınız, onu özünüzə uyğun işlədirsiniz və rootun adını işlətdiyiniz üçün sizə nə gəlir? Rootun işləri gəlir. Tamam mı? Buyur, de. İnsanlarda işte terminalda kendini göster. Ben bu işte ben terminallarda ben gösteriyorum. Onu ne de göstereyim. Onda LST. İnsan yok. Ha? LST elədin deyə burada çıxır da, çıxır da. Nə var ki burada? Bunu bilmirdin? Dördüncü sıcak diyesen bu. Hə? Nə? Müslüm, Vay, eksi büyük bir de dördüncü diyesen eksi. Onu diyemem. Deməmişdi. Suyu sigir keçməmisiniz siz. Hə, mən də sizə var. Dördüncü eksi. O mesaj siz. Üniversitesi. Ne bir beşten o vakit etmiş. Ne diyor? Hə, yoldaşlar. Baxıram buradan, bura rootun suite faylı. Suite faylı nə deməli uşaqlar? Suite faylı, bax mənim suite faylım varsa, sistemdə adı nədir? Əhməd ağa da var. Zaur user da var, Əhməd ağa user da var. Mənim suite faylım varsa, bu o deməkdir ki, mənim faylımı Əhməd ağa da ranlasa, mənim adımdan ranlanacaq. Tamam mı? Yəni, atıram, içində bir reverse shell kodu var. Bu hər dəfə ranlananda qarşı tərəfə reverse shell göndərir. Kim ranlayıbsa ona shell'ini göndərir. Tamam mı? Reverse shell bilirsə yəqin ki, nədir? Bilirsin. Tamam. Bandit tu məsəl üçün reverse shell faylıdır. Mənim faylımda, amma suyu icazəsi var. Məmməd ağa bunu ranlayır. Qarşı tərəfə kimin faylı, kimin şeylə gedəcək? Mənim onun adından ranlamıyor. Mənim adımdan ranlanır. Mənim gedəcək. Mən sənə nəsə dedim səhv bilirsən? Prosta dedim ki, mənim. Hə, yəni yoldaşlar, suite faylı nə oldu? Shell olmadı, yox. Nə oldu? Boşuna izah edəməm. Faiz sahibinin adıyla gidiyor. Kim ranlayırsa ranlasın, faylın sahibi adına ranlanır. Owner adına ranlanır. Tamam mı? Yaxşı. İndi bizim burada bir avantajımız var ki, bu suite fayına erişimimiz var. Bir də mən şərti oxuyum. Burada bir əlavə də fayl olmalıdır. Nəsə belə bir şey olmalıdır. Bir dəqiqə uşaqlar. 19-dan 20-yə keçirik, düzdürmü? Baxın. Deyir ki, next level. etc bandit pass diye bir şey var. Tamam mı? Deyirəm ki, cat, görüm özüm oxuya bilirəm bunu. Yəqin ki, oxuya bilməyəcəm. Hər nədirsə. Görebilirsin. CD ise directory. CD, okey. ls, sal. Buradan sıdır bəs. Sonra Bandit. bakabilirsin, yerine koyabilirsin. Bandit neçədir? 20. Cat, bandit, 20. Vurdum. Permission denied verir. Buyur. Bandit 20 diyecektim ben de. Siz Yaxşı. Mən oxuya bilmirəm. Tamam mı? Bu, bəs bu nədir? Bunu bir dənə içini oxuyum. Cat, yox, bir dənə CD elimi ölçüm directory'ma gedim. Cat, bandit 20 dur. Bakabilirsin. Просто исчезли. Başlayın. Strings, bandit. Görüm bu haralar müəssisə yer. Necə? Onu zaten bilirəm. Səbir olub da bir şey göstərmək istəyirəm. Görüm varsa əgər burada göstərəcəm.
Yox, gözə dəyər bir şey görmürəm burada uşaqlar. Bu bir nədir uşaqlar? Bu bir suite fayldır. Suite faylının eyni zamanda suite isə bu nədir? Ranlanma icazəsi var və ranlana bilən bir fayl. Düzdürmü? Çünki suite-dir, skip-dir, sticky-bitdir qarşı gedəcəksiniz. Bu icazələr ranlama, run icazəsi verən şeylərdir. Prosta fərqli-fərqli növləri var. İndi gəlib deyirəm ki, .bandit 20-dur. Daha sonra da bu birisinin uzantısını götürüm. Hara getdi o? Okey. etc bandit pass cat etc bandit pass bandit 20 düzdürmü? Bandit 20. Versək bu kimin adına ranlanır? Mən ranlayıram ha. Bandit 20-nin adına ranlanır. Bəli. Və bu kimin adına oxunacaq? Kim oxuyursan ki bunu? Bandit 20 oxuyur deyə ona göstərəcək və password mənə gələcək. Bu da bandit 20-nin password. Aydındır uşaqlar. Sual yoxdur ki, nəsə qaranlıq qalan məqam, təzədən izah olunmasını istədiyiniz bir nöqtə varmı? Doğru. Başdan siz hansı bir insan adını girəndə orada loglara düşürüb daxil olacaq. Bəs belə deyəndə loglara düşürək, bəs bunu daxil edir. Bütün hər şey düşür log. Sən bir də enter-də vursan, onun logu düşür. Yazılış orada manifonda adını edir ha. Bəli, bəli. Yox, belə orada yazılmır bandit 19. Prosta orada belə bir şey olur ki, sən başa düşürsən ki, orada bandit 19 20-nin adından bir şey işlətdi. Sən girib orada bir dənə boş bir enter-də basan, o gəlib loglara düşür. Tamam mı? Yəni neyini silin, o düşür. Onu silirsən, onun logu düşür. Onu silirsən, onun logu düşür. Ona görə də bu timin forenzik bölməsi var. O bunları araşdıran bölmədir. Tamam mı? Varmı sualınız? Yoxdur ki. Tamam. İndi artıq sualımız try həkmini. Bu labı işləmək üçün səhvlərimizə premium lazım deyil uşaqlar. Açdım ama. Yazır sonra Linux Agency. Gözünün açılsın mən də göstərəcəm burada. Ne oldu? İstersen ben kodunu size yazayım. Ehtiyac yoxdur. Məndə olsa nəsə kodla bağlı bir şey deyil, problem var. Girə bilmirəm. Başala bu labdır. Buna da daxil olun siz mən girən kimi. Aha. Deməli yoldaşlar, can yorum edirsiniz. Bir iki boş şeydir, başlar prosta. Start maşini SP-dən. Burada hər dəfə bu artıq 30 leveldir və bunun 30 leveli o birisi 20'si qədər çətin deyil. Tamam mı? Yəni rahat olmayın. Rahat işləyə biləcəksiniz. İlk 10 zaten su kimi axıb gedəcək. Tamam mı? Bunlar bir işləyirsiniz. Birinci daxil olursunuz burada göstərib. Baxın. Agent 47 və bu pasportun daxil olursunuz. SSH-la. Tamam mı? Sonradan hər dəfə mission
1, 2, 3 passwordunu tapırsınız və onunla onun passwordunu istifadə edərək mənfi alan yoxdur. Amma 13-dən sonra copy paste ediblər çoxsu. Yəni yaydan köçürüblər. YouTube'dan bakmışam bilmedim. Xəstələnib, əli xəstələnib. Zəng gəldi. Hə, uşaqlar. Daxil olursunuz, hər dəfə belə bir şey verəcək. Mission. Dördüncü kimdir? 1, 2, 3, 3'dür. Sunak, 4, 4. Dördüncü kimdir burada? 1, 2, 3. Dördüncü kimdir? Aşağı. Hə. O yaxşıdır, o yoldaş biraz yaxşıdır. Amma o yoldaşdan bu yoldaş, hə? Ondan aşağı gelen var mı? Ondan aşağı o yoldaş eləməyir. Şimdi de. Bırak tamam. Siz bırak da gelin gelin de boş vakti olur. Siz mentorlar başı olsun. Kaç kadar gelen? Deməli mission deyə bir şey olacaq. Mission 1, mission 2, 3, 4 belə şeylər olacaq. Bir də flagin başı. Sonra flagin özü olacaq. Hansı ki şeyin içində dırnaqlı fiqurun mötərizənin içində, tamam mı? Onu həm password kimi istifadə edirsiniz, həm də burada flag kimi istifadə edirsiniz. İndi bax birini örnək kimi mən göstərirəm. Götürdüm bunu. Bax gəldim daxil oldum. Dedim ki SSH agent 47 @ IP. Bir dəqiqə uşaqlar, mənim VPN-im yoxdur. Yəni VPN-ə baxım görüm varmı VPN? OpenVPN. Burası mənim Kali'nin üstündə desəm VPN işləmir. Yəni buna Windows baxım. sözünü başlasaz orada işləyəcək. Yəni baxım. Bir dənə şöyle açılsın, burada göstərəcəm. Öz kalimləsə problemi var, VPN-ə qoşula bilmirəm. Windows'un qoşulsası nə yapmanız şeyliyə qoşulur. Mən sözü alsana VPN-i. Nədə? Proqram düşürsən. VPN-i. Deyək yükümdə onu, elə oyun düşsə basılır. Cisco Secure Firewall Management. Hayda, bu aksım ne məndə? Ha uşaqlar. Deməli, bax, daxil olsun terminala. Deyirsiniz ki, SSH agent 47 @ və IP. Bir dənə birimiz IP deyində başlayanlardan. 10, 48, 10, 48, 8,
188 Nokta yetti. 27. Vurdum enteri. Password istəyəcək. Password da buradadır. Bunu götürürsüz. Yani yanlışsa bağlantı. Hayda kim çizdiği şeyden. Kimse hesaba girecek. Ha? Karan birine bağlı olmuş. Yok burada fark yok. Sen abi gözle köre. Bu ne atsın? Ben de atsın ne bu? Hiç mecbur spamlamacı. Ben özünü istediğim. Ben size yine yapıyorum. Yok çok onun şey değişmiş. Çok düzdü IP. 18, IP ben vermiyorum. Onun IP'sine girəm da. 18, 108, 27. 188 27. Değil mi? Tamam. Öz IP'mi götürüyorum. SSH. Agent. 47. Kaç şarjı yapıştırıram. Enter. Aha. Yes vurursunuz. Password nədir bəs? Password budur. Hadi de oldu. Baş ha? Hadi oldu. Oxumur. Gəl baxaq. Başa, burada artıq Mission 1-in pasportunu götürürsünüz. Götürdün bunu. Gəldin buraya yapışdırdın. Bu artıq həm də sənin üçün, hə, bu artıq şey deyiblər. Həm də sənin üçün növbəti mərhələnin pasportudur. Gəlsən desən ki, exit və yaxud da exit yox. Burada artıq su, create, mission bir eləyirsən və pasportu yapışdırırsan bura. Mən daxil oldum mission 1-ə. Belə keçirsiniz 30-a qədər. Burada nə eləsəz eləyin, geri qalan 30-a qədər evdə 31-ə qədər daha doğrusu evdə çatmalıdır. Tamam mı? Ev tapşırığı budur. Aydındır? Açıb işləyə bilərsiniz. Qalan bir şey yoxdur ki, burayla bağlı. Ev tapşırığı bunların hamısı işləməkdir. İndi burada işləyirsiniz. Yaxın yarım saat ərzində qalan da ev tapşırığı işləyirsiniz. Tamam mı? İndi burada siz işləyirsə mən də sizin ballarınızı yazım. Okey, pasokey. Okey, pasokey. Nə oldu? Başladım. Deməli, Sunay. Soyad nədir? Sadıqova. Neçə qədər işləmişdin? Report yazmışdın mı? Report yazmışdın. 20'ye çimişləmsə 13'dən sonra. 13'ü vuranda 0.12'ye nə qədər deyir? 2.6. Ha? Düzəldim mi? 2.6. 2.6 sənə. Sonra. De, sən de. 14 tane şey. Ad soyad. Mustafa Sınır. Mustafa C. Ben. 14 dənə. 2.8. Sən? 20'ye qədər. Reportdan ha. Ad. Ahmedov, Ahmedov. Əhmədov. Əhməd. Ağa. Neçə oldu? 4. Değil mi? Neçə qədər işləmişdin? Ad soyad. Sən şey götür. Tekst yazdım sana atmışsan mənə. Hüseynov. Bəli. Neçə qədər? 12'ye qədər. 1.2 edir də bu ha. 0.1'dən hesablanır. Sən? Ad soyad. Adı Gözəlov. Sənan. 15'e qədər reportla. Tamam. Ad soyad. Nə? 50 Zeynallı. Neçə qədər? 1.3. Sən? 12'ye kadar yapalım. Ad soyad. Murad Qasımov. 12'ye kimi reportsuz. Reportla. 2.4. Sən? 20'ye qədər reportla. Ad soyad. Qasımzadə Əkrəm. 4. Sən?
13'a qədər reportla. Ad soyad İlçin Sadık. İlkin Sadıq Zadə 56. Sən Ben beşlik var. ad soyad Teşekkür Həsənli Təbriz. Neçə kimi? Okey. Arkadakı yoldaş. Report. Ad soyad. Atmısan mənə işlədiyi pasportları, listi. Atmısan? At. Ben de At. Ad soyad. Ad soyad nə səndə? Atilla İsmail Zadə. Neçə oldu səndə? 14-ə kimi reportsuz, ha? 1.4. 13'a kimi 1.3. Tamam, online'daki yoldaşlar. Nasıl abi siz? Sağ ol. Sağ ol. Müəllimlərdə 19-a kimidir, sazlarla 19'a kimidir, amma reportsuzdur. Laçın, atmısan mənə pasportları? Xeyr, xeyr atmadım. Atın. Laçın Qurbanov. Sonra növbəti bir bildiyin uşaqlar. Qurbanov 1.9. Emin Paşayev. Nə qədər? Nə qədər? 11'e kimi Emin Aha. Növbəti Elşən Məmmədov 13-ə qədər reportlar verəcək. növbəti Ali Quliyev 12-yə kimi reportsuz. Aha. Növbəti de. Emin Paşayev reportla idi. 11 dənə, ha? 2.2. Üzürü say. Sonra 13 tane ben işlerden. Tacun Hüseynova. Sana Zamkanya var. 13 tane reportla Tacunur. Tacunur. Bəli. Səsim gəlir. Reportu atmışsan. Aha, satmışam. İşte sonra kaldı mı kimse? Kalmadı ki. Rekordu saxlayın yoldaşlar. Nəsə var mı? Rekorda düşməni istədiyiniz sual. Hə? Mission 1 o tapdığın həm pasportdur, həm də flagdir. Tamam mı? Flagı yapışdırdın, növbəti mərhələyə artı mission, sutre el mission 1 elədin, onu verirsən pasport kimi. Hər dəfə belə 30 kimi yeyirsən. Aydındır? Sutre el. Bəli. Hə, onu bilmirəm, onu sən tapmalısan. Var mı başqa yazmadığın bal? Yoxdur ki. Tamam. Bu yoldaşlar hamısı mənə ya pasportları ya da reportları atsınlar. İşin bilmem bir yerde. Nə? Fakat Necə? ancak fazla para. Yoksa ancak Həm parol atsınlar, evdən bax. Buyur. El yok, el. Su el bilmirsən atlayır. Alkışın böyle. Yani benim filmlerim ben.
Benim geçiş su işletiyor. Kalıcı falan. Ben güzel. Tamam. Tamam. Orta bir sen işin bir sözüne yapın. Sonra bağlayasın. Ha, bunu öğretsen. İyi çalışsan. Olsun. Sen bakabilirsin diyelim. Neye başvurdun? Bakın. Olmuyor. Güzel olmuyor. Eski halde bir şey geldi. Böyle boşluğa bakınca. Şimdi alıver. Sen bir benim parmağını. Ben size çok vereceğim. Sen sabah gel de almışsın. Gel bizim ülkelerden meşgul ol. Ben de yok başta otururum. Ha? Ne başla? Mission değil. Flag yazma kardeş. Mission user. Mission değil. Yaz. So mission değil user kardeş. Evet. Ha. Sana sorusunu Aha. Yok, ben nişanda ben boşum ben. Yok, sıfır değil yok. Sen de sen boşum. Sen boşum bir farklı oluyor. Lütfen değil. Ama sabah gelsin Allah zor da var. Sen grupta yaz. Metrolardan biri sayarsın. Sabah zor metrolardan. Şimdi sabah kim burada ol? Hayır. Senden başka olsun sabah. Yaxşı. Özüm də. Hem siz güzel yoldaşlar. Çünkü gelmekte sabah gelsin. Çok sen başka olsun. Ne copy paste? Sen bunu kopyalayın. Olur bana bir Olabilir restartta döndüler. Əvvəl işləyirdi. Şeydi, virtual box'uydu. Bir olacağı dəyişdim game verirlər. Bunu yenə yapdım. Bundan əvvəlkində işləyirdi, dünən evdə işləyəndə. Ha. Sonra yanıb döndü. Canınıza. Sunmuş. Çasıp duruyoruz. Şükür yapsam şöyle. Şöyle. Kopyalasın. Online da çalış, siz ayrıla bilərsiniz. Siz sağ olun, yoldaşlar. Neyse. Ben de böyle oldu. Ne doğru. Arıkıya fayda problem. Düzeni değişiyor o da. Şurada bir şey düştü. Bir yazın. Yok, cirodan düzeni değişiyor oluyor. Hayır, hayır. Hayır. İşlemedi. Niye konumuz? Almışlar. Bir de zaman bakalım. Bir de durum cetmeden şey olmadı. Yok, öyle olmadı. Hala işte. Her şeyde Allah orada ne sanatsı da devresin yapar. Orada bu eksen. Onu yapamıyor mu? Ve şey hayır kesin. Kesmiyor. Kopya istediğinde şeyin altını, noktanın altını bir daha paylaşın onu sen yardım Firefox'un güzel şey bu. Şey geçip çizgi. Var mı probleminde inşallah? Yok mu şimdi? Kullandığı yapılan saçlar, asılacak bir şey. Ne? Şey tutar kaldı. Sağ ol. Ne diyeyim? Bir şey yaptım. Bir şey yaptım. Şey yapmışsın abi.
Rekordunuzu sizin. O vereyim.